sağlam həyat tərzi idmandan başlayır. Bax, belə bir möhtəşəm layihə var. Gənclər və İdman Nazirliyinin sektor müdürü və bizim həmkarımız eyni zamanda Elçin Qasımov studiyamızda qonaqdır. Xoş gördük sizi. Sağ olun, xeyir olsun. Necə əhvalınız? Səhər idman edib gəlmişsiniz, yoxsa birbaşa gəlmişsiniz? Bugün çatdırmadım. Bugün çatdırmadım, amma hər gün səhər qoşuluram özümdə, təbii ki, qoşuluram. Mən ilk olaraq fürsətdən istifadə edib hamını salamlayıram və ilk olaraq dünən bizə o qələbə sevincini yaşadan Qarabağ komandasına sonsuz təşəkkürümü çatdırmaq istəyirəm. Həqiqətən möhtəşəm idi. Möhtəşəm idi. 2-0-dan sonra geri dönüş və 3-2 möhtəşəm qələbə idi. Təşəkkürlər Qarabağ və sizin nazir də birinci təbrik edənlərdən oldu. Arzu edərdik ki, Qarabağın simasında futbolumuz daha da inkişaf eləsin və qələbələr çox görək. Keçək indi bizim... Hamımız onu arzu edirik. İdman da açıq havada, futbol da açıq havada olan bir idman növüdür xüsusilə. Hətta yağış altında bəzən görürük və açıq havada, bəli, bu günlərim idman etmək mümkündür. Özdə burada yeni tanışlıqlar, bəli, və lazımdır. Yeni tanışlıqlar, yeni birliklər və doğrudan da idman naminə birləşmək çox möhtəşəmdir. Mən istəyərdim bu haqda, indi biz Dədə Qorqud Parkında, dostlar, möhtəşəm bir yoga dərslərini görürük. Səhər tezdən aerobikanı görürük və s. Məni niyə dəvət eləməmişsiniz? Və ümumiyyətlə kim bunda iştirak edə bilər və istəyərdim bu haqda məlumat verəsin, çünki çox möhtəşəmdir. Bəli, deməli artıq 4-cü həftədir ki, layihə start götürüb, avqustun 25-dən start götürüb, Bakının 3 parkında, Dədə Qorqud Parkı, Zabitlər Bağı və Mərkəzi Parkda 3 idman növü üzrə təlimlərə başladıq, yoga, gimnastika və tai chi. Bu, deyim sizə, ilk olaraq bir pilot layihə kimi idi ki, sözün düzün deyim, yəni bunu ilk dəfə də deyəcəm, bunun ən əsas birinci gün idi ki, çox narahat idim ki, görəsən insanlar qatılacaq, qatılmayacaq. Təbii ki, kifayət qədər məlumatlar paylanılmışdı, radiolarda gündə 50 dəfə xəbər paylanılırdı, 6 radioda, ondan sonra bizim sosial şəbəkədə video paylaşılırdı. Yəni, kifayət qədər maraqlananlar var idi, amma yenə də narahatçılıq var ki, qoşularlar, qoşulmaz, amma sağ olsunlar, qoşulurlar, insanlar maraq göstərirlər, gəlirlər. İnanın ki, özümüzə də məsəl üçün xoşdur, baxırıq ki, parkda layihə gedir, proses gedir, kənardan keçən gəlir, baxır, maraqlanır, nədir bu, deyirik, budur, buyurun, qoşulun, qoşulur, ani qoşulur, o da qoşulur. Yəni, ümumən belə deyim ki, sizə layihə hər gün, həftənin 6 günü, birinci gündən 6-cı günə kimi, hər gün 3 parkda davam edir, hər gün idman növləri dəyişir, parklar yerini dəyişir. Bugün yağış idi, dünən yağış idi, bugün də var idi. Bəli, insanlar gəldi. İdman Nazirinin qarşısını məsləhət görürəm. Özüm oradan hər keçəndə götürürəm, topu görürəm uşaqlar. Basketbol səbəti, meydançası, yəni normal. Götürürəm, qurdumu öldürürəm, necə deyirəm, məşğul oluram, mən məşğul olmuşam deyə mənə çox sevdiyim idman növüdür. Gəlirəm orada bir balaca, indi rəsmlər falan keçir orada, deyirəm, bunun işarədiyyatı yoxdur. Qabağında şahmat, Formula 1 balidizm maketdir, amma şahmat var, bölgə oynaya bilərsə, normal basketbol və s. Ona görə bu normaldır. Belə, mən Elçinlə tanışdığımız uzun müddət öncəyə gedir. Səndə disk atmaydı, nizə. Atletika ilə məşğul olurdum. Bizdə nadir olur da nizə atmaq. Biz nizəni... Əslində, Türk xalqlarında o vaxtda nizə və cirit atardılar. Sadəcə o sahədə biraz, atletikada biraz... Yəni, öndə gedən ölkələrdən deyilik. Amma o nizə növü... Amma hal-hazırda deyim ki, sizə atmalar mərkəzi var artıq. Atletika yeni rəhbərliyi Əmircanda bizim köhnə məşğul edilmiş stadionda. Bəli, məhz atmalar üçün sırf ayrılmış bir yer var və atmalar yarışları orada keçirilir, ümumiyyətlə məşqlər orada keçirilir. Çox gözəl obyektdir, çox gözəl bir idman obyektidir. Elçin bəy, nəyə görə məhz bu 3 parkı seçdiniz? Mən məsələn, şəhərin mərkəzindən biraz kənar tərəflərdə orada da qəşəng gənclik parkı var. Niyə gənclik parkı yoxdur orada? Bilirsiniz niyə? Gəlin belə deyək. İlk olaraq mərkəzi parkları, bu şəhər mərkəzi parkları seçdik ki, əsasən nəyə üstünlük veririk? Park ətrafında yaşayış binaları çox olsun. İnsanlar daha çox. Təbii ki, yenə deyirəm, bu ilk olaraq onu qeyd edirəm ki, bu pilot layihəsi kimi idi ki, özü necə doğrulacaq və şükürlər olsun ki, bu günə kimi 600 nəfəri keçib artıq statistikamız. İdeya hardan ağlınıza gəldi? İdeya... Çox maraqlı ideyadır, özü çox möhtəşəm ideya. Təbii ki,
necə deyim sizə, Cənab Nazir təklif elədi ki, belə bir ideya eləmək lazımdır, bəli. Və sağ olsun, həqiqətən gözəl təklif verdi və biz də təbii ki, üzərinə düşdük və bacardığımız qədər çalışdıq. Əvvəl ilk olaraq bizdə çox park var idi. Çox parklar var idi. Sonra onu qısaltdıq, 3 parkda saxladıq və inşallah yeni növbəti ildən artıq biz bunu avqustdan yox, artıq maydan başlamağı planlaşdırırıq və... Yəni, havalar nə qədər olan məsələdir? Həm də siz necə məsələdir? Deməli, belə danışaq da, səhər saat 7-yə salmışıq bunu, düzdür? İndiki məsəl üçün avqust ayından götürəndə, sentyabr ayına görə səhər saat 7-8 arası hava o qədər isti olmur. Gün olur, amma o qədər isti olmur. Amma yayda daha çox isti olur. Nə qədər də olmasa saat 7 səhər isti olur. Yəni, nə tam yay, nə də soğuk. Bəli, onları da hamısını nəzərə alırıq. İndi gələn ildən biz onu planlaşdıracaq. Mən bir məsələni təklif edəcəm, həm də bir federasiya rəsmisi ki, mən də ağırlıq qaldırmada çalışıram eyni zamanda. Bəlkə bilmirəm, bu vardımı indi sizin layihədə yoxsa yox, bəlkə də var. Detallarını bilmirəm, amma mən təklif edirəm, bəlkə yavaş-yavaş federasiya rəsmilərini bir nümayəndə olaraq ora gətirək, məşqçilərdən əlavə gətirək, kimsə orada potensiallı kimsə tapa bilər, kimsə müraciət. Çünki valideynlər bugün bir çox federasiyalara əlaqə yarada bilmirlər, ya çətinlik çəkirlər əlaqə yaratmağa, bilmirlər harada məşqlər keçirilir, necə keçirilir, bunun uşağına bu idman uyğundurmu? Bəlkə orada bir federasiyalarla əhali arasında kommunikasiya da yarada bilərik. Təbii ki, yarada bilərik. Yəni, bizə müraciətlər olur. Çox müraciətlər olur. İdman valideyn də müraciət edib ki, uşağım idmanla məşğul olmaq istəyir, hər hansı idmanla məşğul olmaq istəyir. Təbii ki, biz onu yönləndiririk federasiyaya və təbii ki, yoxlayırlar, uşağa uyğun gəlir, gəlmir. Amma yəni, bu bizim layihənin içində bundan öncəki layihələrimizdə belə bir şey vardı. Parkda biz idman layihəsi edirdik. Atletika, məsəl üçün, atletika həmin o layihədən bir yay sezonu üçün 17 yoxsa 18 nəfər uşaq seçmişdir. Görürsən, mümkün, əladır. Elçin bəy, bu layihələrdən gəlin konkret danışalım. İndi bu pilot layihədir. Gələcəkdə genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan tək Bakıdan ibarət deyil. Bölgələrimizdə bu nəzərdə tutulur. Çünki bilirsiniz, biri var ki, səhər tezdən mən özüm idmanla məşğul oluram. Biri də var ki, mənim qarşımda illərin peşəkarı olan trenerlər, məşqçilər dayanır və onlarla xüsusilə açıq havada bu gözəl, möhtəşəmdir. Yəni, bu qədər məşqçi varmı? Çatdırmaq mümkün olacaqmı və gələcəkdə hansı perspektivlər var? Təbii ki, var. Məşqçilər var, kifayət qədər var və mən buna toxunacaqdım, siz qabaqladınız məni. Bizim deməli, bu layihə ilə bərabər olaraq artıq bugün 3-cü gündür ki, Gəncədə başlayıb proyekt. Gəncə Dövlət Filarmoniyasının qarşısında. Gəncəlilər? Bəli. Bilir. Eyni zaman dünənləri Lənkəranda başladı artıq və Qəbələdə də, bu günlərdə Qəbələdə də başlayacaq. Orada necədir ilk günlərdən? Yaxşıdır. Mən istədiyim, hətta dünən sosial şəbəkədə də paylaşıldı. Dünən Gəncə şəhər icra hakimiyyətinin başçısı cənab Niyazi Məmli qoşulmuşdu idmanda, səhər idmanına. Özü də idman eləyir. Bəli, özü də qoşulmuşdu, özü idman eləyirdi. Yəni, əslində, mən elə gəlir ki, burada əsas hədəf nə olmalıdır? Bu, yenə bir vətəndaş kimi düşünürəm. Uşaq, məsələn, parkda gedirsən, bunu gördü. İndi orada o peşəkar olası deyil, 5 dəqiqə, 10 dəqiqə. Orada idmana aşiq olur, gəlir ev atasının arasına deyir ki, məni bu növə qoy. Yəni, təbii orada, yenə deyirəm, bir gündən, 2 gündən heç kim peşəkar olmayacaq. Amma sevdirmək, kontakt, yəni o idman növü ilə uşaq arasında, elə böyük arasında da o əlaqəni yaratmaq üçün mənə gəlir, o tanışlıq yeridir əslində bu, elə? Razıyam sizinlə, razıyam, bəli, uşaqlar üçün təbii ki. Amma bir növdə belə deyim, biz bunu əsasən orta yaşlı insanlar üçün nəzərdə nəyə görə? Oturaq həyat tərzindən çıxmaq. Təbii ki, oturaq həyat tərzindən çıxmaq üçün. Mən elə baxmayın. Yox. Biz 33 saat ayaq. Oturaq həyat, təbii ki, səhər-səhər, bu layihənin məqsədi bəs bu idi. Səhər-səhər gəlirlər idmana və yaxını ev parkın yanındadır deyə. Qaçır evə, üzr istəyirəm, duş qəbul elədi, hazırlaşdı, getdi işlə. Yəni, səhər-səhər günə pozitiv gümrah başlamaq. Niyə məhz tayçi? Bu da çox maraqlıdır. Tayçi ümumiyyətlə son vaxtlar dünyada ən populyar olan bu şərq, hətta idmanı demək olarsa, həm bu fəlsəfədir. Bəli, bu qədim Çin döyüş sənətidir və bu döyüş sənətindən başqa bu ümumiyyətlə balans, mənəvi ruhu, yəni orada çox... İnsanı çox səbirli. Bəli, çox səbirli və təbii ki, ürək damar sistemi, qan dövranı üçün çox gözəl. Burada elə bir ki, enerjini, balansı ayaqdan ayağa ötürmək və o enerjini
gəldiyin kimi ötürür. Yəni iş əzələ deyil orada. Bəli, İş əzələ deyil. Tamamilə. Elçin bəy, əlavə etməyə hər hansı bir sözünüz varmı? Çağırış da edə bilərsiniz. Çünki idmana çağırmaq bu doğrudan da çox gözəl bir işdir, savab bir nizə işdir. falan atmadan, nizəni yatırıq buradan. Lazım olan yerlərə. İri planda hər kəsə səslənirəm. İri planda bəli səslənir. Yox, iri planda. Hər kəsə səslənirəm. Əziz və hörmətli bizim tamaşaçılar, həvəskarlar, idman sevərlər. Hər kəsi səhər idmanına qoşulmağa dəvət edirik. Hər gün həftənin bazar ertəsindən şənbə gününə kimi, hər gün səhər saat 7-dən 8-ə kimi, 8:30-a kimi Dədə Qorqud Parkı, Mərkəzi Park və Zabitlər bağında bizim təlimlərimizə qoşulun. Yoga, tai chi və gimnastika. Səhər-səhər günə gümrah, pozitiv başlayın. İnanın ki, gününüz həqiqətən də çox gözəl keçəcək. Mən buna zəmanət verirəm, çünki özüm hər gün qoşuluram. Eyni zamanda Gəncə, Lənkəran və Qəbələli mütləq şəkildə. Çox təşəkkür edirik sizə Elçin bəy və biz başladıq Qarabağın möhtəşəm qələbəsinin təbriki ilə Elçin bəy də təbrik elədim. Xatırladım ki, Gənclər və İdman Nazirliyinin sektor müdürü, həmkarımız Elçin Qasımov studiyamızda.